Buradakılar yetkin insanlar da bildi ki, hansı, nədən danışıram. Yəni Azərbaycanda yaxşılardan uzaq olsun, təbii ki, yaxşılar da var, amma inanın ki, 100%, tamamilə elə bir murdar bir vəziyyətdədir ki, həqiqətən də bu sözlə izah eləmək olmur. Üzdə baxırsan qızdır, yəni heç bir evlilik keçirməm, amma bugünkü gün gəlir, mənə filan qədər pul verirəm, məni bərpa eləcəklə. Niyə? Sabit, biz o şeyə danışmırıq. Boş-boş sən götünlə deyəsən qulaq asda, mənim ağır gələn mənim sikimi yeyir. Başa düşdün? Başa düşdün? Belə ki, mən ümumiyyət danışmıram. Mən hər şeydə danışdırıram bəziləri. Sən indi qeyrətsiz tərəflərinə gedirsənsə, o sənin öz problemindir. Məndə problem yoxdur, özündə problem axtarsan. Mən danışanda bilirəm nə danışıram. Mən danışanda nöqsansız danışıram. Sən özündə nöqsan tut. Nöqsanlarımız çoxdur. Mən yaşadığım ərazidə, mən yaşadığım ölkədə nöqsan yoxdur, nöqsan sizdədir. Siz yaşadığınız ölkəni mən eləyirəm ki, qoy bu